Salam hər bir kəsə. Bu gün çalışacağıq ki, iki sualımızın izahını verək. Qeyd edək ki, sualların tərkibində 4-ü 7-ci ay 2025-ci il tarixində keçirilən müəllimlərin işə qəbulu imtahanında istifadə olunmuş sual, yəni nümunələri də var, yəni sual cümlələri də olacaq. İzaha başlayaq. Deməli, cədvələ əsasına uyğunluğu müəyyən etməyimizi istəyir. Yəni, doğrunun qarşısından doğru olmalıdır, yanlışın qarşısından isə yanlış olmalıdır. Birə baxaq, Nimbo dəniz limanına aid olduğu ölkə Çin, Tibet, Hamburq dəniz limanına aid olduğu ölkə Hind-Avropa dil ailəsinə aiddir. E, Nimbo dəniz limanı aiddir Çinə və Çin də Çin-Tibet ailəsinə aiddir. Hamburq isə aiddir Almaniya. Almaniya isə Hind-Avropa dili ailəsinə aiddir və Hind-Avropa dili ailəsinin German dil qrupuna aiddir. Doğrudur, amma yanlış verdiyi üçün biz bunu götürmürük. Yəni biri götürməyəcək. İkiyə baxaq. Samux və Şəki inzibati rayonlarının bir hissəsi eyni fiziki coğrafi rayonda yerləşir. Həm Şəkinin, həm də Samuxun Ceyrançöl Acınahır fiziki coğrafi rayonunda ərazisi var və bu fikir doğru bir fikirdir və qarşısında da doğru yazdığı üçün bunu da götürəcəyik. Yəni biri sualımızın cavabı 2-dir. Daha sonra 3-ə baxırıq. Naxçıvanda dolomit var və çayların əksəriyyəti buzlaqla qidalanır. Naxçıvanda dolomit var. Bəli, doğru bir fikirdir. Amma çayların əksəriyyəti buzlaqla qidalanırmı? Deyəcək ki, xeyr. Gilançay var məsələn, o buzlaqla qidalanır. Amma əksəriyyət sözü yəni çoxluq deməkdir. Bu da Naxçıvan çayları üçün keçərli deyil. Biz əsasən deməli çayların buzlaqla qidalanmasını deməli Böyük Qafqazın şimal-şərqi üçün nəzərdə tuturuq və burada da e, Naxçıvanın çaylarının böyük əksəriyyəti yeraltı sularından qidalanır. Ona görə fikir burada yanlışdır. Qarşısına doğru yazıb biz bunu götürməyəcəyik. Dördə baxaq. Suriya və Səudiyyə Ərəbistan sərhəd deyil. Bu da doğru bir fikirdir. Çünki Suriya ilə Səudiyyə Ərəbistanın sərhədində, yəni ortada İraq və e, İordaniya ölkələri yerləşir. Bu doğrudur. Qarşısına da doğru yazdığı üçün bu variantı götürəcək. Yəni sualımızın burada doğru cavabı 2 və 4-dür. Daha sonra növbəti 18-ci suala baxaq. Deyir ki, doğru fikirləri müəyyən edin. Doğru bir fikirlər Atlas dağlarının yerləşdiyi ölkələrdən yalnız biri 3 yarımkürə, 2 işıqlanma qurşağında yerləşir. Atlas dağların, məsələn, Əlcəzairi nəzərdə tutur. Əlcəzair Qrinviç xətti tərəfindən kəsilir deyə 3 yarımkürə götürə bilərik. Və 2 yarımkürədir, çünki şimal tropik xətti məhz Əlcəzairin ərazisindən keçdiyi üçün burada veriləni biz doğru götürə bilərik. Daha sonra 2-yə baxaq. Xəzərin orta dərinliyi 484 metrdir. Sinif dərsliklərində var 184 metrdir. Yəni əslində 184 metrdir orta dərinlik. Bu rəqəm səhvdir. Ona görə biz ikinci variantı da çıxacağıq. Üçə baxaq. Vulkanik yayla və Gəncə fiziki coğrafi rayonları sərhəddir. Xeyr, sərhəd deyil. Orta hissələrində Qarabağ fiziki coğrafi rayonu yerləşdiyi üçün bunlar sərhəd hesab edə bilmərik. Dördüncü bəndə baxaq. Xəzər dənizi sahilində təbaşir dövrlərinin süxurlarına rast gəlinir. Bu kitab cümləsi olaraq heç yerdə yoxdur, amma biz xəritəyə baxdıqda bunu aşkar bir şəkildə görə bilərik ki, yaş müdüzü tərəfdə təbaşir dövrlərin süxurlarına rast gəlinir. Ona görə rahat bir şəkildə 4-ü də götürəcəyik. 5-ə baxaq. Şəki-Zaqatala və Qazax-Tovuz iqtisadi rayonu üçün oxşar cəhətlərdən biri mis ehtiyatının olmasıdır. Bəli, Şəki-Zaqatalada mis ehtiyatı var Balakən rayonunda və Qazax-Tovuz iqtisadi rayonunda da mis ehtiyatı mövcuddur. Deməli, ona görə biz 5-i də burada götürəcəyik. Daha sonra bizdə qaldı 6. Biskay körfəzi 3 yarımkürədə yerləşir.
Bilirik ki, Biskay körfəzi Avropanın qərbindədir. O, Qrinviç xətti tərəfindən kəsilə bilməz. Yəni kəsilmədiyi üçün ona görə bu variantda yanlışdır. Deməli, burada da sualımızın doğru cavabı 1, 4 və 5. Yəni bizim doğru cavabımız A variantıdır. Bu qədər izlədiyiniz üçün təşəkkürlər. Videonun